Hər vaxtınız xeyirli, uğurlu olsun. İdeyadan Uğur adlı podkastımızda sizi xoş gördük. Xatırladım ki, verilişimizin baş sponsoru Cibaro platformasıdır. Biznes dünyasında hər şey sürətlə dəyişir. Amma bir problem hələ də aktualdır. Doğru biznes tərəfdaşı tapmaq, etibarlı təchizatçı seçmək və bunun üçün vaxt itirmək. Yerli bazar bir nöqtəyə qədər aparır. Amma beynəlxalq bazar düzgün əlaqə olmadan çətinləşir. Məhz bu nöqtədə Cibaro köməyinizə çatır. Cibaro şirkətləri yerli və beynəlxalq bazarlarda birbaşa bir araya gətirən B2B platformasıdır. Burada təsdiqlənmiş profillər etibarlı tərəfdaşlıq deməkdir. Cibaro platforması vasitəsilə şirkətlər satın alma elanları paylaşır, məhsul və xidmətlərini tanıdır, hərraçlar təşkil edir, qlobal tərəfdaşlıqlar qurur və vakansiyalar yerləşdirirlər. Vasitəçisiz B2B əlaqələrlə vaxta və xərclərə qənaət edirsiniz. Cibaro biznesinizi qlobal bazara daşıyan platformadır. İndi cibaro.com-a qoşulun və biznesinizi qlobal bazara çıxarın. Digital Gateway to Global Supply. Qlobal təchizata rəqəmsal keçid. Təqdim etdiyi geyimə görə Dəbli Bakoya da ayrıca təşəkkürümüzü bildiririk. Bugünkü qonağımız sahibkar Avtogrup Satış Mərkəzinin rəhbəri Ailəm Mahmudovdur. Xoş gəlmisiniz Ailəm bəy. Çox sağ ol, təşəkkür edirəm. Ailəm bəy, bax bizim ənənəvi sualımız var. Hansı ki qonaqlarımız ilk sualda özlərini o qədər gözəl ifadə edirlər ki, istəyirəm bu sualı sizə də ünvanlayım. Ailəm Mahmudov kimdir? Aləm Mahmudov sürücü ailəsində dünya göz açmışam. Əziyyət çəkmiş, kasıb bir insan olmuşam. Əziyyətlə bu həyata gəlib bu həddə çatmağımda birinci növbədə özümə borcluyam. O siz dediniz aləm kimdir? Bax həmin insana borcluyam. Çox əziyyət çəkmişəm. Yəni bu həddə gəlib çatmağım nə qədər. Bir sürücü ailəsində çox imkan təbii ki olmaz da, yəqin ki bilirsiniz. Anam evdar qadın olub, özüm əziyyət çəkmişəm. 9 yaşımdan bu günə qədər işləyirəm. Yəni dayanmadan. 9 yaşından 9 işləyirsiniz. yaşından bəli. 9 yaşından məni tanıyanlar inşallah bilir ki, həqiqətən də 9 yaşımdan çöldəyəm. Bu günə qədər, yəni nə zamanda büdürəməmişəm heç bir zaman, sadəcə olaraq biraz kasıbçılıqla büdürəmişəm. O da şükürlər olsun ki, Allaha hər şey qaydasına düşüb. Baxın, qeyd elədiniz ki, 9 yaşından çalışmağa başlamışam. Bəli. Bu sizin ailənizə dəstək məqsədi ilə, bəs yaxşı təhsiliniz necə oldu? Bunun ikisini bir arada 9 necə... yaşımdan, bax, bu günə qədər yadımdadır da, qış ayı idi. Biraz evdə imkansızlıq idi. Bəli. Yəni bir bacım, bir qardaşım var. Yəni özümə qərar verdim ki, bu gündən, yəni bəlkə də o pula ehtiyac yoxdur evdə. Amma mən bilirdim ki, var. Mən 9 yaşında hansı bir ana ata deyə bilər ki, gedişdə. Bəli. 9 yaşımdan ilk iş günüm, üzr istəyirəm, yəni o vaxtı Əzbiyov var idi, bazar var idi. Bəli. Orada gəldim, bir ağsaqqal dayı var idi, 24 avtomobil sürürdü. Dedim, dayı, necə eləyə bilərəm ki, mən pul qazanım? Elə bir söz oldu ki, turlan maşına. Bundan saat 5:00-da Vasman bazarında, yəni indiki ticarət mərkəzində bazar. Bəli. Oradan pomidor badımcan aldıq. Kömək elədi mənə, mən buna kömək elədim. Dedim, mənə kömək elə, mən sizə istiqamət verəcəm. Sonra yavaş-yavaş Əzbiyovda biraz sağı-solu tanıyandan sonra hamı çox istəyirdi də. Ən gənc mən idim də, uşaq idim bazardan. O kömək elədi, bir polka açdım, 2 polka açdım, pomidor, yəni tərəvəz satırdım. Bəli, bəli. Sonra qonşular gördü, məsəl üçün bizim evə yaxın olduğu üçün qonşular gördü, lağ eləyirdilər mənə. Məsələn, gəlib deyirdilər ki, 9 yaşında uşağı niyə qoymusunuz çöllərdə pomidor satsın, badımcan satsın. Yəni heç bir zaman əhəmiyyət verməmişəm də heç bir sözə. Bu günə qədər də yəni şükür Allaha dəstək olub, amma maddiyyatla bağlı heç kim mənə dəstək verməyib. Nə atam, nə anam, nə dayım, nə qardaşım, nə əmim. Sonra yavaş-yavaş o istiqamət bazar bağlanandan sonra hardasa bir 8-ci, 9-cu sinifdə oxuyardım. Əmimin yanına avtobusda konduktor düzəldim. Yəni istəməmişəm də, yəni pulum olmasın. Ancaq bir söz deyim sizə, hər bir maddiyyatımı inşallah bütün anaların əllərindən öpürəm. Anam yəqin inşallah verilişə baxar, deyər oğlum yalan danışmır. Hər qəpiyimə qədər anama vermişəm. Vallahi. Allah da ona görə sizə verib yerə də. Bax, hər bir manatımı vermişəm anama. Yəni sonra konduktor işlədim əmmimin yanında. Təsəvvür hazırlıq vaxtlarında instituta girməliyəm. Hamı heç kim məndən ümid gözləmir də, bildiniz necə? Aləm institut sözü vəbsə mənə uyğun deyil idi. Çöldə böyümüşəm axı indi üzr istəyirəm kilin içində, nə bilim, bir gün çimərdim, bir gün çimməzdim. Yəni konduktor işləmək bilirlər də, yəqin ki, nə deməkdir.
əmimə əziyyət verdi, yəni konduktor. Bəlkə də bu istiqaməti almaqda əziyyət çəkməli idim. İndiyə kimi heç bir zaman yadımdan çıxmaz Zeynal xanım. Bəli. Yəni gün ərzində 24 saatda maksimum bir dəfə çörək yeyə bilərdim də. Yəni mənim vaxtım yox idi, həm də imkanım yox idi. Ona dərəcəsinə çatdırırdım ki, bir dəfə yeyim. Bir dəfə əmim sağ olsun bir yumurta aldı bizə. Bəli. Dedim yəqin ki, birində mən alar da. Yəni ancaq avtobusun içində yeyirik də, yəni bunu. Yarı böldü ki, yarısı sənin, yarısı mənim. İnan Allaha o gün bu gün, yəni insana necə dəstək olub, əziyyət çəkməyini mən orada gördüm. O gündən bu günə qədər dedim yox da, yəni mən bu yumurtanın yarısına axı layiq deyiləm. Yəni bir yumurtanı ver də bütöv, yarısını niyə versən? Yəni o andan özümə söz verdim ki, Məqsəd qoymusunuz. məqsəd qoydum ki, yəni mən uşaqlıq arzum olub ki, çox varlı olum. Çox dəhşətli dərəcədə imkanım olsun, uşaqlıq arzum olub. İnşallah yəni indi istəyərdim ki, yəni o anları yaşayam, Allah nəsib eləsin. Əgər hamı da necə deyim, Allahdan istəmişəm ki, bu ruzi bərəkəti Allah versin ki, biz də o anlara çataq. Amma onu bilirəm ki, Nərxan, ən gözəli bu işi qazanmaq üçün düz olmalısan. Oğru olmamalısan, yalan danışmamalısan. Bugünkü gün mənim gördüyüm sahə elə bir sahədir ki, çox sahibkarlar gətirib mənə pul təklif eləyir ki, bunu eləyək, bunu eləyək. Pul biraz məndən qaçağı olub deyim, görməmişəm. Həmişə qorxmuşam o puldan. Demişəm, çox pul olar, bunu eləyərəm, çox pul olar, həddim aşaram. Amma şükürlər olsun ki, bu günə ki, heç bir zaman yəni, pis əməlim olmuyor, pis yollara düşməmişəm. Anam, atam, bütün demək olar ki, mən gülən insanların bugünkü gün məndən fəxr olmuşam hamısına. Yəni, mənlə fəxr edirlər ki, məsəl üçün, ağsaqqal gələr, durmazlar, mən gələrəm, durarlar. Bilirəm hamısı ki, yəni maddiyyatın başındadır. Yəni siz deyirsiniz ki, əgər insana hörmət olunursa, mütləq orada pul rol oynayır. Yəni Elə deməzdim, amma sadəcə olaraq yəni bəli, pul çox rol oynayır. Bizim yəni nəsildə çox insan nə işi olur mənə yığır ki, bunu eləyim, mənə kömək eləyərsən, təmənnasız hamısını qarşılamışam. Amma heç biri bugünkü gün mənə heç bir təmənna verməyib. İşimin qalxmağında, nə bilim gedişatımda ki, ala bu pulu nəsə istiqamət ver, işdə pul qazanırsan, o məndə olmayıb. Elə şeydən mən yəni yarımçıqam. sıfırdan özünüz bir aləm yaratmışsınız. Manatsız, bəli, bir manatsız. Aləm yaratmışsınız və hansı ki bugün dediyiniz kimi, qeyd etdiyiniz kimi nəsil, kök, ən əsası atanız, Bəli, bəli. ananız, hamısı sizə sevgi, rəğbəti var, nə bilim, hörməti var, sizi sevirlər, sizlə fəxr eləyirlər. Bu çox böyük bir doğrudan uğurdur. Yəni pul qazanmaq da öz yerində, amma həqiqətən bu çox böyük uğurdur. Mənə maraqlı olan bir məqam var sizin təhsilinizlə bağlı. Bax o ərəfədə çalışırsınız, həm konduktorluq edirsiniz, Onu həm deyirsən. o arada necə siz oxuyurdunuz, necə O vaxtda çatdırırdınız üzr bunu? istəyirəm. Yəni konduktor işi indi sistemi yoxdur, konduktor sistemi. O vaxt konduktor sistemi qapının ağzında dururdu və çağırırdı. Bəli, bəli. Bizim Xatırlayıram uşaq vaxtı. Marşrutumuz yəni Əhmədlidən Sabunçu olduğu üçün mən 24 saat o sözü deyirdim də, yəni. Əgər icazə versəz sözü, yəni Qaraqayev neftçilər basmanın bazar 500 manat. Yəni bu məndə bir əzbər bir şey idi. Bəli. Mən hazırlığa qoydular. Mənim atam sürücülükdən sonra Rusiyaya getdi. Yəni orada işləməyə getdi. Mən özüm konduktor işləyə özümə qərar verdim ki, imtahan verib instituta girəcəm. Kimə dedim, güldü. Yox, sən yəni anı bilmirsən. Bəli. Necə olacaq? Dedim, yaxşı. Konduktor işləyə qışqıra-qışqıra kitab oxudum. Sonra üzr istəyirəm, anam, yəni atamla xəlvət məni fizikaya hazırlığa qoydu. Qoydu ki, yəni sevirdim fizika fənnini, riyaziyyatı özüm bilirdim. Yəni qazancı sevən insan riyaziyyatı çox gözəl bilir. Oxudum, imtahan günüsü getdim imtahan verməyə. Anamla getmişdim. Hə, təbii ki, anam həmişə bir zaman yanımda olub. Getdim imtahana 25 dəqiqə çıxdım. Tez. Çox küləkli hava idi. Girdim, Allah bəlkə də nə bilim məni tanıyar, tanımaz, o xanımdan razı olsun. O da dedi ki, yəni o da tələbə idi, imtahan verirdi. O dedi ki, olar mən sənə kömək eləyim. Vallahi deyirəm, Ay yəni. Allah. Dedi sən kömək eləyim, dedim, nə olar, nə bacarsan elə. Elə yazdım, çıxdım, 25 dəqiqə çıxdım imtahandan. Mamam qayıtdı ki, üzr istəyirəm, niyə belə tez çıxdın da? Sən axı imtahan verin. Dedim, amma hər şey yazmışam, narahatam, getdik. Gəldim yenə də işimə davam elədim, heç belə yadıma düşmürdü. İmtahan günüsü yatırdım. İmtahan günüsü yatırdım, baxdım o vaxtı pəncərələrdən pəncərəyə, balkondan balkona qonşular danışırdı da, yəni qadınlar danışırdı. Mamam qayıtdı, hələ bizimki yatır qoy görər nə olur. Durdum Bütün ayağa. anaların sözü. Elən xan, vallahi bax, tanıyanlar deyəcək məni. Bir dənə göz spartimlim var idi. Bəli.
Onu geyinirdim, yuyurdum, yuyulurdu, geyinirdim. Yəni geyindim, gəldim Qaraqayevdə telefonla o vaxt Erikson telefonla imtahanı yazırdılar ki, Cavabları cavablar gəlsin. gəlsin. Qardaş mənə dedi ki, 250 manat pul ver. Dedim qardaş, vallahi yoxumdur da, yəni 250 manat, yəni az pul deyil. Dedi yaxşı, qoy yanımda dur, mən səni yoxlayacağam. Durdum nəsə bir 10 dəqiqə buna köməklik elədim. Jurnallar gəldi, baxırdı, kömək elədim. Mənə baxdım, Mahmudov Aləm Azərbaycan Respublikasının Texniki Universitetinin avtonəqliyyatına qəbul olmuşam deyəndə həqiqətən özüm yəni pis vəziyyətə düşdüm ki, inanmıram da, bu ola bilər məndə. Tez qaça-qaça evimiz çox yaxındır, Qarayevlə bizim məsafə yaxındır. Gəldim qaça-qaça mamma mən üstə girmişəm, dedi olanmaz. İnanmırlar. Dedim İnanmırlar sizin qəbul olmanız. Bizdə qonşuda imkanlı oğlan vardı. Gəldim ondan xahiş elədim ki, nə olar, səndə jurnal var da, qoy bunu anam gözü ilə görmək istəyir. Gəldim jurnalı gətirdim, həqiqətən də amma pulluya düşmüşdüm. Hə, o da bir dərd. O da Belə bir vəziyyətdə. Pulluya düşdüm, dedilər ki, yox, burada sənin biraz axsamağın var. Dedim, yox, Allah məni yetirər inşallah. Nəsə elə oldu ki, universitet vaxtında o pulu tapa bilmədik. Bizim hardasa 200 şirvan lazımdır ki, mənim ödənişim olunsun. Bəli. Yəni sağ olsunlar, böyüklər yəqin köməklik eləmə fikri yox idi, heç ağızlaşmadım. Bir institutda bir 15 gün qalmış cənab prezident İlham Əliyev prezident seçildi. Dedi ki, yəni qərar qəbul olundu ki, Ermənistandan gələn qaçqınlar pulluya düşübsə təmənnasız olsun. Ay Vallahi deyirəm. Allah, 2000 aləm. sizə dəqiq deyim də 2001 idi ya 2002 idi. Səhv eləmirəmsə. Universitet dedim, yəni bu məndən ötürü bu Allah izin verir bunları. Tez amma yəni sənəd düzəltməli idim ki, həqiqətən də mən Ermənistandan gəlmişəm, qaçqınam. Getdim 20 yanvara avtobusa mindim, getdim 20 yanvara qaçqın.com-da sənədi düzəltdirdim. Knişkamı aldım ki, həqiqətən də qaçqınam. Gəldim universitetə təqdim elədim. Universitet məni pulsuz elədi. Dedi, nə yaxşı tək gəlmirsən? Dedim ki, yoxdur da, yəni öz işlərimi özüm görmüşəm həmişə. Allah canı sağlıq versin, bəlkə yaşayırsa canı sağlıq versin, rəhmətə gedibsə Allah rəhmət etsin. Fazil müəllim bizim dekanımız idi. Bəli. Fazil müəllim dedi ki, bugündən olsan sinifkom. Yəni elə bir Allah Taala mənə hardan istəyəndə doğrudan da yəni pul olan bir prosesləri mənə təmənnasız eləyib Allah. Yəni ondan sonra universitetdə sinifkom olmuşam, 4 il yəni özüm oxumuşam, amma işləyərək. Yəni saat 1-də universitetdən çıxırdım, dərhal gəlirdim. Onda biraz işimi böyütdüyüm üçün sahil metrosunda sular qoyurdum, aparatlar qoyurdum satışa, sərin su satırdım. Amma maşallah olsun qazanmışam da. Yəni bu prosesi 1 manatımı əskiyə verməmişəm. Ancaq artır-artır gəlmişəm. Sular satırdım, məsəl üçün gördüm çatdıramıram, özüm Ağsumkalara doldurdum, gecə suyu qoyurdum, məsəl üçün Maraziyaka. Gəldim Avropa Universitetinin qabağında imtahan gedəndə orada su, sərin su, sərin su. Yəni utanmamışam yaşımdan, neçə yaşım olsun bunları eləmişəm, pul qazanmışam. Bu avtomobil sahəsində nə zaman qərar verdim? Universiteti qutarandan sonra dedim, yəni mənim sahəm də budur da, bu sahədə işləməliyəm. Bizim bir qohumumuz var idi, indi adını çəkmək yaxşı deyil. O mənə dedi ki, səndə bu potensial var. Gəl mənim yanıma. Getdim bunun yanına, baxdım ki, çox əziyyətli işdir. İndiyə qədər gördüyüm əziyyətlərin içində yəni bu çətinidir. Maşın idarə eləməkdir, maşını yüməkdir, üzr istəyirəm belə deyək də, təkərini qaraltmaqdır. Çox çətin idi məndən ötürü. 1 ay, 2 ay qohumumuzun yanında işləyəndən sonra baxdım ki, yox. Çünki mən bunu özüm eləməliyəm. Özüm eləməliyəm və bu addımları özüm atmalıyam. 8 ilə yaxın bu sənəti öyrəndim. Sənəti öyrəndim, avtomobilin satışını yox, əsas satış deyil, avtomobili idarə eləyib, məsəl üçün, onun xidmətlərini bilməlisən ki, bunu satmalısın. Bəli, doğrudur. Mən indiki hal-hazırda olan salonumuza çıxanda hamı mənə güldü ki, yəni bu kasıb oğlan, hamı da mənə kasıb oğlan deyib. Kasıb oğlan necə babəkə çıxa bilər? Birinci salonu işlədəndə fəaliyyət göstərdim, 1 maşın, 2 maşın, 3 maşın. Hamı mənə deyirdi ki, yəni sənin üzr istəyirəm də, yəni pul sahəsində sənə kimlik köməkləyir? Deyirdim, vallahi mənim pulum yoxdur da. Allah kömək. Yəni bunu gətirib qoyurlar yanıma, sən pul verib alırsan, qazanırsan, amma bunu mənim yanıma qoyurlar o təmənnanı qazanıram, pulu qazanıram. O gün bu gün şükür Allahın böyüklüyünə, yəni tanıyan tanıyır, heç bir zaman heç bir qarışqanı belə istiqamətini dəyişməmişəm ki, yolundan qalmasın. Bax, qeyd eləyirsiniz, mən doğrudan heyrətlər içərisində dinləyirəm sizi. 9 yaş, fərqi yoxdur, 13 yaş, yeniyetmə dövründə qaranlıq bir küçə,
çətin insanlar, o sahədə çalışanlar biraz tamam fərqli düşüncə tərzi var, həyata baxışları var. Bax, elə an olubmu ki, ailəm qorxub deyib ki, ay Allah, mən burada nə edirəm? Yox, heç bir Mənim zaman. anam atam hardadır? Mən Bəlkə də niyə buradayam? üzr istəyirəm, indi dostlarımı tanımışam, yəni əziyyət çəkə-çəkə hamısını bir sınaqdan Bəli. keçirib bugünkü gün mənim dostlarımdır. Mənim həyatda dostlarımdan çox heyvanlarım var idi. O qədər o yolu gedib piyada gəlirdim ki, yəni o üzr istəyirəm, yəni meşədə duran, nə bilim, yolun qırağında duran it də məni belə tanıyırdı ki, mən həqiqətən də bu əziyyəti çəkən biriyəm. Öyle. Ya vallah deyirəm, mən xanım. Yəni həmişə piyada gəzmişəm. Bax bugünkü gün üzr istəyirəm, yaşadığım ərazidir. Bəli. Hər bir zonanı məsəl üçün qarış-qarış gəzmişəm. Piyada qarış-qarış gəlmişəm. Yəni bugünkü gün gənclər mənə çox gülməyə gəlir ki, hansısa bir gənc pul qazanmayanda məsəl üçün iki əlimiz var, iki ayağımız var və fikirlərimiz var da. İnsandır. Məsəl bir fikir, bura qədər sənin fikrin varsa, deməli sən onu qazana bilərsən pul barəsində. Bəli. İndiki gəncin mən eşidəndə ki, işsizdir, iş axtarır. Mənə çox maraqlıdır ki, niyə tapa bilmir? Niyə bu- tapa bilmir? Çünki özündə o qabağına bir məqsəd qoymayıb. Yəni mən bu olmalıyam, bura gedəcəm, bu istiqamətdə mənim gəlirim olacaq. Elə bugünkü gün deyirlər ki, üzr istəyirəm, pul olsun, xərcləyim, qazanım, ora xərcləyim, bura qazanım. Amma onu qazanmaq üçün insanda özünün fikri olmalıdır. Peki dövr dəyişib. Nə Valideynlər dövrdə? öz övladlarını belə deyim, yaxşı başqa mənada, yəni qısqanır çölə tək buraxmağa, işə göndərməyə. Çünki hər şey o qədər Şükür Allah, hər çətinləşib bir ki, Azərbaycan ölkəsi bugünkü gün nə qədər gözəldirsə, o vaxt heç işıq yox idi yolun qırağında. Yəni bugünkü gün kameralar var. Yəni o qorxu deyil axı o, qorxmaq deyil, sadəcə olaraq ərincəklikdir. Bir insan pul qazanmamağına mən ərincəklik kimi baxıram. Yəni bir oğlan xeylağı, yəni qadından getmir söz. Bir oğlan xeylağı əziyyət çəkib pul qazanmırsa heç bir zaman onun bəhrəsini görməz. Yəni heç bir zaman da daim onun işi ola bilməz. Demirəm indi məsələn kimsə imkanlıdır, özünə iş qurub, layihələr qurub, o yəni məqsəd şəkildədir. O yəni necə deyim, yenə də ona dəstək olan birisi var. Mən əsas o gənclərdən danışıram ki, dəstəyi olmayanlardan gedir. Necə bugünkü gün mən nə bilim, məndən ötürü çətindir pul qazanmaq. təəccüblənirsən. Bax, Mən pul qazanmaq məndən ötürü çətin bir şey deyil. məqsədinizə getmək, məqsədinizə doğru getmək sizin həyatınızda nələri dəyişdi? Çox şeylər dəyişdi. Nələri məsələn? Çox. Necə deyim? Yəni düzgün işimə yanaşdığım üçün düzgün ailə həyatı qura bilmədim. Ancaq yəni öz həyatımı işimə bağladığım üçün ancaq mənim 3 dənə məsəl üçün də, yəni ailə necə deyim, formalaşması mənim beynimdə var ki, mənim ailəm belə olacaq. Bəli. İşim belə olacaq, atam anam belə olacaq, mən hörmətli olacağam. Bax bu, yəni o beynimdə formalaşmışdı, amma o istiqamətini özün gərək verəsən. Onu da vermək üçün necə deyim sizə, yəni yenə də yolunda düz olmalısan. Yalan danışmamalısan. Bugünkü gün təbii ki, insana yalan yaraşmaz. Yalandır, oğurluqdur. Yəni bunları eləməsən, vallah deyirəm, hər bir yəni imkanlı şəxs səni qabağa çəkəcək. Təbii ki, mənim vəsaitlə bağlı bugünkü gün dəyər verən insanlar var, işimə müsbət yanaşan insanlar var. O da mənim üzr istəyirəm düzdüyümdəndir. Bugünkü gün əyri insana kim pul verə bilər? Heç kim. İşi qurmaq üçün, layihələrini genişləndirmək üçün ancaq yəni, düzgün olasan ki, sənə vəsait buraxılsın. Ay Ayləm bəy. Buyurun. Biz xanımların ən yaralı yeri. Bəli. Niyə biz xanımlar müraciət eləyəndə avtosalonlara, bizim maşınları satmaq istəyəndə ucuz alırsınız, amma maşınları satanda da özünüz bizə maşınları baha satırsınız. Bax bu nədir? Bu xanımlar niyə bu qədər əziyyət Yox, verirsiniz? tək o xanımdan söhbət getmir. Yəni bəylərdə də, yəni bizim iş sahəmiz budur. O insan bir insanı aldadırsa, deməli bayaq dedim axı düz və yalan olmamalıdır bir işdə. Siz açıq, yəni səmimiyyətlə danışırıq ki, bunu bu qiymətə alıb bu qiymətə satacağıq. İstəsəz verərsiniz, istəsəz verməzsiniz. Bəli. Yəni biz onu məcbur eləmirik ki, getsin bugünkü gün 50 minlik dəyəri olan avtomobil bizə 20 minə versin. Təbii ki, bu insafsızlıqdır. Yəni amma elə insan var ki, deyir bugünkü gün mənə bu vəsait lazımdır, ver mən gedirəm. Hə, o ola bilər. O istisnalar olur, doğru Amma deyirsən. yox, mən alver sözündə üzr istəyirəm. Yəni pul qazanmaq üçün necə mən sənə öz arxa pərdəmi göstərdim ki, mən bunu səndən 20 min alıb 25 minə satacağam. O insana xoş gəlməz axı söz. Amma sadəcə olaraq yəni bugünkü gün bizə etibar olduğu üçün, bizim yəni avtoqrup etibar olduğu üçün biz bilirlər ki, yəni o dərəcədə, yəni bəzi insanlar kimi insafsız deyilik. Yəni pul qazanmağın da bilirik yolunu. Olmasın, məsəl üçün 1 manat olsun 50 qəpik. Mənim üçün bugünkü gün qəbuldur. Amma müştərim xoş olsun. Bax, rəqibləriniz var yetərincə. Çox. Bax, Babək prospektində mən keçəndə oradan görürəm. Maşallah, yalan olmasın bir 50-dən çox avtosalonlar yerləşir.
Bu rəqiblərinizlə necə rəqabət aparırsınız? Nədir ümumiyyətlə? Mən bir doğrudan bilmək istəyirəm, amma məlumat almaq istəyirəm ki, Bu rəqiblərim live- üzr istəyirəm Elnur xanım. Bəli. Rəqiblərim bizdə elə bir rəqib sistemi var ki, pulla dalaşmaq olmaz. Nədir? Döyüşmək olmaz. Bəli. Bizdə istedaddır və satışdır. Alış və satış. Bugünkü gün bəzi salonlar var ki, yəqin bu verilişə baxandan sonra biləcək ki, mənim bu istedadımı bəlkə də bir 10 milyon puluna dəyişməz. Bəli. Yəni məndə olan istedad onda pul şəklində ola bilər. Amma bizdə satışda istedad ondan, yəni necə deyim, o pul şəklində insan da oturub alıb sata bilmir. Çünki onun istedadı yoxdur. Vergidir, mən deyirəm satışı bacara bilmək, o Allahın bir vergisidir. Təbii ki. Yəni o mənə bugünkü gün bəlkə də hörmət olaraq demir, o mənim istedadımı bəlkə də bir 5 milyonu alar. 10 milyonu alar ki, səndə bu hardandır? Bəli. Amma mən çox üzr istəyirəm, bəzi insanlara böyük hörmətim var. Yəni siz dediniz prospektdə bəzi dostlarımız var ki, həqiqətən də bizi kimi düz işləyir. Yəni mən özümə rəqib görməmişəm, yəni bilmirəm. Necə rəqib? Hamısı dostlarımızdır, əzizlərimizdir, bir-birimizdən alışımız var, verişimiz var. Amma mən çox üzr istəyirəm, məndə babətdə elə bir rəqib yoxdur ki, mənim qarşıma çıxsın. Maşın alqısında, satqısında mənə rəqabət olsun. Yəni aparsın. O yoxdur. Bəlkə də məni görəndə üzr istəyirəm, bizdə belə bir hörmət var. Hörmət elədiyimiz insanları görəndə ki, alver eləyir. Biz orada daxil olmuruq ki, ucu var. Məsələn, çox adam bilir ki, mən aləm alver elirsə, öz istiqamətini götürür ki, mən bura aidiyyətim yoxdur. Yəni mən bura gələnmərəm, çünki orada məndən savadlı adam var. Yəni o bacarıb onu almaz. Rəqibim yoxdur. Yəni belə rəqib görməmişəm də, yəni özümə qarşı. Təbii ki, böyük salonlar ola bilər, böyük həcmli vəsaitli salonlar ola bilər, amma yəni mən öz istedadıma heç bir rəqib görməmişəm. Qeyd etdiyiniz kimi məncə o güvən hissi də vacib amillərdən biridir, ən vacibidir məncə. Çünki nə qədər hətta mən xanım olaraq maşın işini nə qədər anlamasam da, amma güvəndiyim adam varsa, o mənə nə təklif eləsə mən onu alacağam. Amma o güvəni də gərək dediyiniz kimi Qazanasan, bəli. qazanasan, iş həyatında öz potensialını göstərə biləsən, düzgünlüyünü. Tamam bu gün biraz daha az qazan, amma sabah daha çox qazanma ehtimalları ola bilər. Yox, burada o niyyət olmalıdır. Yəni insan var, niyyəti var ki, çox pul qazanım. Qoy Elnur xanım bugünkü gəlib, məsəl üçün vəsaiti var, imkanı var, o hiss eləməz onu, qoy bundan çox pul qazanım. Amma Elnur xanımda üzr istəyirəm, ətrafı var. Yəni bu alverdən sonra bir 5 nəfər bir məclisdə oturar, danışar ki, filan kəslə filan kəs. Yəni bu alver gizlin olmamalıdır. Bəli. Mən bildiyim dərəcədə ki, yəni müştəri bilməlidir ki, sən buradan ondan sonra nə qədər pul qazanasan. Məsəl üçün dost olar ki, alver sistemində niyyətləri olar ki, allatmaq, sonra 10 gündən sonra bunun üstü açılır. O utancaq. Yəni mən şəxsən eləməmişəm, heç bir dostum da deyəməz ki, aləm məndən bu gizlində bu pulu qazanıb. Qazanmışam, özünə deyib qazanmışam. Bəli. Onu məsələn indi əminəm ki, bizi izləyən izləyicilərimiz də deyəcək ki, necə olur ya, Allah bilir özü nə qədər bu işə başlayarkən hansısa investor 100 min, 200 min bir məbləğ vəsait ayırıb, indi işini qurub bu şəkildə deyir. Yəni necə ola bilər ki, vəsaitsiz sən bir iş qurub, məsələn gənclərə buradan Vəsaitsiz necə ola bilər? fikir bildirir. Üzr istəyirəm, bax. Bu sahədən mən söz danışıram. Bugünkü gün çox asan bir şəkildə maşın sata bilirik. Bəli. Çox. Yəni qarşımıza heç bir mane yoxdur. Bir avtomobilin 5 dənə şəklini çəkib bugünkü gün sayta qoyub satmaq çox asan bir şeydir. Maddiyyat tələb eləmir. Maksimum 10 dəqiqə sən bu işi görə bilirsən. Məsələn, dostun da, yəni mən həmişə demişəm ki, yaxşı bir dost dostun qazancını istəyər ki, qazansın. Pisləməz ki, öz fikrinə ki, aləm məndən niyə bu qədər pul qazandı? Yox. Deməli sən onda məni istəmirsən. Və mən üzr istəyirəm. Bugünkü gün Babək prospektində 2 dənə hafta sonra işlədirəm. Bunun icarəsidir, bunun üzr istəyirəm. Vergi ödənişləridir, bunun sosialıdır, işçisidir. Əlbəttə sahibkar olmaq indi çox çətin. Qazanc lazımdır ki, bunları mən yəni bugünkü gün Bəli, qoruyub çox saxlaya bilim. çətindir sahibkarlıq. Yəni bugünkü gün maşını 1 manata verilərsə, sən 1 manat 20 qəpiyə qoysan, sən bunu sata bilirsən. Bəli. Yəni 20 qəpiyi təmənnasız qazandın. Əziyyət çəkmədən. Amma üzr istəyirəm, salamat maşından söhbət gedir də. Yəni vuruqsuz, zədəsiz, problemsiz. Yəni müştəri də alanda görməsin də, yəni sən o 1 manat qazanırsan. Məsələn, mən maşın satmışam, baha satmışam. Müştəri görüb ki, əziyyət çəkmir. Vallahi mənə halal eləyib bu ki, pulu. Deyib halal xoşun olsun. Yəni mən, amma insan nə vaxt qıcıq olur müştəri? Verdiyi pulun müqabilində avtomobil olmur. Gedir 10 metrdən bir xarab olur, 10 metrdən bir problem yaranır. Başlayır səni o sənin verdiyi pulu belə bizim rol deyək də burundan tövməyə. Seçdiyiniz sahənin mənfi və müsbət tərəflərini bilmək istəyərdim. Mənfi cəhəti odur ki, 1 manat olur, 10 gün olmur. Avtomobil qabağındadır, vəsait qoyub almısan.
nə zaman ki onun müştərisi gəlsin. Hər bir insan bugünkü gün bərbəri, üzr istəyirəm, dərzisi, bu alverin bugünkü gün arxaya getməkdə səbəbi böyük odur ki, dərzi də maşın satır, bərbər də maşın satır, həkim də maşın satır, elektrik də maşın satır. Nə oldu? Əlində məsəl üçün 30 min pulu var, gedib də avtomobil alıb qoyturbaza satır. O məsəl üçün Avropadan gətirir maşını 1 manata, biz gətiririk 1 manata. Bu qoyub 1 manat 10 qəpiyə satır. Bugünkü gün onun xərclər olmadığı üçün, yəni o ona rahatdır. O da bizə çox təsir elədi. Amma şükür Allaha ki, yəni bugünkü gün mən heç bir zaman axsamamışam. Nə səbəbdən axsamamışam? Qoyun da sizə deyim. Bəli. Hər bir gözəl avtomobilin alıcısı var. Yəni elə bir avtomobil yox ki, satışı olmasın. Sadəcə olaraq ən mənfi cəhət odur ki, satılmaya bilər. Bax, sizin sahədə bir şeydə rast gəldim. Ümumiyyətlə biznesdə elədir ki, mən özüm də sahibkaram, bilirsiniz. Çox sahələrində çalışmışam və hər sahənin də özünə görə bir dələduzluq versiyaları var. Maşallah, Bax, maşallah. sizin sayədə bu son zamanlarda auksiona çıxan maşınlarla bağlı insanlardan öncədən pul alıb, Maşallah. Hər sonra maşınları gətirmirlər və insanlar yəni təşviş içərisində. Bu auksionda olan maşınlarla bağlı mən sizdən fikir bayaq almaq da istəyirəm. vurğuladım. Bəli. Bu sahədə etibarın olmalıdır. Bəli. Bugünkü gün o siz dediyiniz insanlar çoxdur. Mən özüm şəxsən 20 ilə yaxında bu sahədəyəm. Mən özüm şəxsən qorxuram maşın almağa. Çox ehtiyatla alıram. Auksionda maşın almağa ehtiyat edirsiniz. Ümumiyyətlə ona qarşıyam ki, görmədiyim maşını almaq olmaz. Hə. Mən eləməmişəm. Məsəl üçün Amerika ölkəsindən maşın gətirməmişəm, Almandan gətirməmişəm. Hər bir zaman gözüm görüb alıb satmışam. Bəli, elə insanlar var ki, tamahkarlığından deyir, yox, aləmdə 1 manatdır, qoy mən bunu özüm 5 qəpiyə gətirim. Bəli, elə olub ki, gedib hansısa bir şirkətə, məsəl üçün görünüşünə alınıb, maşın vəsaitini bərbaşdan verir, aylarla ortaqda qalır, bilmir hardadır o şirkət. Bəli, bəli. Bəli, dələduzlar bizim sahədə vəbşə çoxdur. İndi bilmirəm hansı sahədədir. Avtomobil sahəsində mən bildiyim qədər insanın tanışı olmasa avtomobil almır. Yəni hansısa bir güvənəcəyi insan, məsəl üçün mən gəlirəm ki, Elnar xan buradadır, tam rahat oluram ki, Elnar xan buradadırsa, deməli mənim heç bir şeyim alınmaz. Amma üzr istəyirəm, görünüşdür, viddir, bunun üçün qurulan şəraitdir, bəzi insanlara alladır. Bu alver sistemində ağsaqqallarımız var, bu Azərbaycana alver sistemini gətirən, istiqamət verən ağsaqqallar var. Bunun üçün mən 20 ildir bu sahədəyəm. Mən hər bir zaman ayda bir dəfə, 2 dəfə onlarla otururam, məsləhətləşirəm. Maşın alanda müraciət edirəm ki, bunu olar alım, olar satım. Bu necə ola bilər? Bunu eləməsən heç bir zaman, yəni mən belə başa düşürəm ki, zərər çəkməzsən. Onda belə çıxır ki, biz maşın alarkən daha çox güvəndiyimiz insandan başqa da məsələn ehtiyat hissələri tez tapılan Bir avtomobil almaq lazım. Düz üstəm yol gedirik, ailə ilə məsəl üçün uzaq bir məsafəyə yol gedirik. Xarab oldu. Qaranlıqda saat 3-dür, qalmısan yolun ortasında. Kitay maşınını üz üstəm, Kürdəmir yolunda qalmışıq. Mən özüm normal tanımıram onun adını. Məsəl üçün Kürdəmirdə bir ustaya yaxınlaşdım, o hardan tanısın onun adını? O nə bilsin ki, bu maşın nədir? Bəli. Elə bir maşın almaq lazımdır bugünkü gün. Həm zapsası ucuz olsun, həm sərfiyyatı ucuz olsun, həm də üz üstəm birinci növbədə güvən olmalıdır. Gənclər üçün hansısa bir işi qurmaq təkcə avtomobil sahəsi yox, yəni başqa bizneslərdə də çalışa bilərlər. Onlar üçün 5 əsas məsləhətinizi verin gənclərimiz üçün. Məqsədin varsa, Elnara xanım, birinci yuxusuz qalmalısan. Yuxusuz. Yuxusuz qalmalısan, əziyyət çəkməlisən. Bəli. Bir kişi, yəni heç bir zaman utanmamalı ki, gün saat 2-dir, 3-dür, 4-dür, mən üz üstürəm. Ailədə saat 4-də də zəkəndə dur ki, maşımı alıram. Yuxumu saxlayıram, gedirəm avtomobilimi alıb gəlirəm. İkinci növbədə bir gənc irəli getmək üçün, bəlkə də sözün böyük çıxmasın, ən əsası ailə tərbiyəsi olmalıdır. Bəli. İstiqaməti valideynlər ona düzgün verməlidir ki, bugünkü gün uşaq çıxdığı yolda axsamasın. Üçüncü növbədə, yəni bu ikisini qoy bir deyim, oğurluqdur, yalandır olmamalıdır. Ən əsası məqsəd olmalı ki, mən bu işi görəcəm. Bu iş məqsəd olundan sonra vallahi deyirəm, Allah səni həmən məqsədVə çatdırır. Bütün yoldakı nə qədər mane var, hamısı aralanır ki, bu bəndən məndən bunu istədi və bu istiqaməti ona, məqsədi ona çatdırım. Mən heç bir zaman pul qazanmaqdan qorxmuram. Bugünkü gündə üz üstürəm, siz mənə deyin ki, bu təkəri sataq, pul qazanaq, mən utanmıram. Gedib əlimə götürüb təkəri apaq qazanıram. Elə bir alverçi var ki, deyir mən 5 manat, yəni məsəl üçün pul qazanmağa özümə hörmətim var, mən onu eləmirəm. Mən 50 manata da qazanıram. Gedirəm 50 manat əziyyət çəkib gətirirəm. Çünki axşam evdə üz üstürəm,
ailə sənə zəng eləyəndə ki, çörək al, mən tək gözləmirəm də, yəni bugünkü gün mənim Bəli. 5 manatım olmadı, qoy sabah olacaq. 50 manatdan 1 manat verib çörəyimi alıb evə gedirəm. Ən əsası kişinin, necə deyim, daxili deyək də, ailə tərkibi çox xoşbəxt olmalıdır. Ailədə çox xoşbəxt olsa, öz qurduğu, öz bildiyi ailəsində xoşbəxt olsa, necə deyim, bir işə istiqamət götürsən, bu gün gedirəm işə. Bəli. Təbii ki, evdə ailə üzvləri, məsəl üçün, uşağı, övladı narazı olsa, təbii ki, Allah təala izin verməz onun işi getsin. Birinci növbədə ailə xoşbəxt olandan sonra, yəni ailə tərkibində xoşbəxtsənsə, sənin çöldə işini Allah çox asanlıqla da, yəni üz üstə mən gedim, hansısa bir maşından 1000 manat pul qazanım, ondan götürüm yoldaşıma, üz üstəm övladıma 1 manat qıymayımsa, bu deməli, yəni Allah onu sənə heç vaxt yetirməz. Mən elə bir insana da bir, necə deyim, mən bir insan kimi baxmıram. Kişi xoşbəxt olmalıdır ki, çöldə işi getsin. Düzdür. Üzü gülsün, evində problem olan insan, məsəl üçün, mənim adicə hər bir ailədə söz olduğu kimi, mənim ailəmdə söz olanda, mən həmən günü üz üstəm normal istiqamət götürə bilmirəm işimdə. Fikrim qalır ki, bunu belə eləmədim, bunu, amma üz üstəm ailənin üzü güləndən sonra, atanın, ananın, ən əsası bir kişi özünə yaxın yoldaşı, yəni ən sirdaşı yoldaşıdır. Bəli. Yoldaşın üzü güləndən sonra, gözəl hörmət olandan sonra, etibar olandan sonra, təbii ki, bir kişinin Allah təala uğurlarını bol eləyəcək. İnşallah sizin də Ailə uğurlarınız bol seçimində, olsun. yəni ola bilər ailə seçimində yanılmaq olur. İnsandır, məsəl üçün səhv addım ata bilər. İnsandır, məsəl üçün peşman ola bilər, qadınlı, kişili. Ailə quranda həqiqətən də mən o vaxt deyirlər, çox oturub dərin fikirləşməlisən. Ailə çox böyük bir məsuliyyətdir məndən ötürü. Şükürlər olsun ki, bu günə ki gözəl ailəm var. Allaha çox şükürlər. Çox üzürəm, yəni çox xoşbəxtəm. Yəni mən özümlə fəxr edirəm ki, o qurduğum bir ailə həyatının simvolunda, istiqamətində ailəm belə olmalı idi. Arzuladığınız Bir kişi ailə üzrə həyatını bir yaşayır. kişi pilləkəndə öcə evə istiqamət götürəndə həqiqətən də onun ailəsi bilməlidir ki, bunun yoldaşı gəlir. Da saatlarla üz üstəm. Yəni mənim formalaşdığım bugünkü gün yenə də deyirəm, üz üstəm ifadəmə görə böyüklərdən üz üstəm. Ailəmlə çox xoşbəxtəm. Çox sevinirəm ki, Allah təala məni gətirib bugünkü gün bu hörmətdə saxlayıb. Allah təala hər bir kişinin qazandığı hörməti özündən almasın. O da bizim əlimizdədir. Şükür Allahın böyüklüyünə ki, bugünkü gün siz bayaq sual verirsiniz, aləm kimdir? Aləm bundan da böyük əziyyətə çəkmiş bir insandır. İndi yəqin ki, verilişimiz qısadır, çox şey danışmaq olar. Yəni necə məsləhətsə, şükür Allahın böyüklüyünə. Ailəm Mahmudov özünü harda görür? Bax, bugün ailəm artıq bir bəlli bir pillədədir, Bəli. tanınır, sevinir, ailəsi gözəl, dostları var, ətrafı var, işi var. Yaxşı. Bəli. Bundan sonrası nədir? Yoxsa artıq bu sizin üçün pikdir və deyirsiniz ki, mən bu nöqtədə artıq dayanıram. Mən belə Bir rahatam. kişiyə nə qədər pul istəyə bilər? Valideynlərinin dolanışığı qədər, Bəli. övladının dolanışığı qədər. Təbii ki, məndə də axsaqlıq olub, övladım məsələn bu gün olmayıb, sabah eləmişəm. Təbii ki, hər bir zaman olub bu iş. Yəni bunun varısı da, kasıbında da, yəni bir gün keçmələr olur. Necə sənə deyim, izah edeyim ki, sizə? Nə bilim vallahi bilmirəm. Mən biraz belə şeydə duyğusalam. Mən bildiyim, yəni kişi simvolu məndən ötürü əziyyət çəkən bir insan olmalıdır. Əziyyət çəkməsən, həqiqətən deyirəm, onun bəhrəsini görmək mümkündür. Amma mənim də sarsıldığım bir məqamlar olub, mənim də çətinliklərim olub. Mənim üz üstürəm, yəni bu yaxınlarda Allah bütün qanı rəhmət eləsin ölənlərə. Mən sarsılmaq bilməzdim nədir, amma mənim bir yaxın, necə deyim, qohumlarımdan bir daim oğlu vardı, çox gənc idi. Allah rəhmət eləsin. Yəni qəfildən dünyasını dəyişdi, o məni çox sarsıltdı. Mən üz üstəm əziyyət, yəni sarsılmaq bilməzdim də nədir. Elə bildim ki, hə, məsəl üçün bu belə olar, bu belə Elə də olar. həyatda insanın doğmaları, əzizlər ondan qopub gedəndə, həyatı tərk edəndə artıq insan anlayır ki, doğrudan da sevdiyini itirmək çox ağır bir şeydir. İşində bəlkə də 100 dəfə, yüzlərlə, dəfələrlə böhranlar yaşayırsan, amma sevdiklərini itirəndə inan ki, yəni o başqa bir hisslərdir. Yox, mən belə bilirəm ki, Enar xanım, bir insan çox adam sevə bilməz. Onun yəni maksimal dərəcədə sayla, barmaq sayla Bəli. sayılan bir sevdiyi insanlar ola bilər. Məsəl üçün mən qohumlarda məsələn 7 dənə xalam var. Ay maşallah. 7 dənəsi övladı var. Onun hərəsində bir 3 dənə övlad. Onun təbii ki, onun məni də çox istəməyə bilər. Mən onların içində hamısını çox istəyə bilməz. Yəni nə mən, nə siz, nə o birisi.
Bu insan elə bir insan idi ki, mən ötürü Ruhuna yaxın olan seçirsən də zaten Bəlkə də elədir, üzdən- həyat belə. hamı məni ona oxşadı. O mənə baxdı, yəni baxırdı ki, aləm belə eləyir, aləm saçını belə darayır, aləm belə geyinir. Bu istiqamətdə mən ona çox üz üstəm istiqamətdə verdim ki, bu addım at, bu addım at. Allah Taala məsləhətinə şükür bizdən tez aldı onu. Allah necə deyim, yerini cənnət eləsin. Amin. Bir siz bayaq sual verdiniz ki, nə qədər pul qazanmaq istəyirsən? Mənə həqiqətən də bəsdir. Niyə bəsdir? İstəmirəm də artıq bir Düz. nə qədər artıq pul gələrsə bir o qədər sənin dərdin, yükün İnanın yüksəlir. ki, bunun üçün sizi alqışlayıram. Nəyə görə? Bəsimdir. Yəni Tamahkarlıq birbaşa uçurumdur. təbii ki, bizim Qeyd xərclər etdiyiniz kimi yaxşı yaşada bilirsənsə, ailəni, sevdiklərini, onların üzünü güldürə bilirsənsə, yəni evin var, bir dənə maşının var, uşaqlarının təhsilinə yəni yetirsən bu büdcən, inanın ki, başqa hər şey boşdur. Xoşbəxt olmaq lazımdır, yaşamaq Təbii ki, lazımdır, təbii ki. canımız sağlam olmalı. bir insanın Başqa bir şey yox. Bir insan neçə maşın ola bilər? Neçə Eynən, maşından həzz ala yəni. bilərsən? Biri var, məsəl üçün imkanı var 2 olsun. 3 olsun da, yəni bunun Bəli. 10 dənə ilə üz üstürəm nə olur ki, nə dəyişir həyatda? Bu qədər, yəni bir insan dolanışığı qədər, məsəl üçün ailəsi xoşbəxtdir, özünə üz üstürəm, çörək alıb yeyə bilirsə, bundan artığını Allahdan istəməmişəm. Hər bir zaman dua eləmişəm ki, mənə bu dərəcəyə qədər çatmağın ruzisini nəsib et. Yəni artıq istəmirəm, artığın öz dərdi var və yükü var. O yüklə çəkmək yəqin ki, mən tab gətirmərəm. Valideynlərimiz yaşlaşıb, övladlarımız böyüyür, ailəmiz böyüyür. Bunların biraz xərclərini çəkib rahat sakit yaşamaq mənə elə gəlir ki, çox Hüzur. gözəldir. Hüzur Allah tapmaq da hüzur. sizə onu nəsib etsin. Amin. Mən çox təşəkkür edirəm Allah gəldiyiniz sizə razı üçün, olsun. səmimi Minnətdaram. söhbətləriniz üçün. Əminəm ki, bizi izləyən izləyicilərimiz, gənclər sizdən çox böyük bir motivasiya qazanacaqlar. Sıfırdan bu yerə gəlib çata bilmək, bu gün yenə öz təvəzzükarlığını qoruyaraq həyata davam edən bir Aləm bəy öz töhfələrini bizim vasitəmizlə, verilişimiz vasitəsilə çatdırdı izləyicilərə. Allah sizə razı olsun. Mən sizə dərin təşəkkürümü bildirirəm. Mən də sizdən- Və sonda istəyirəm ki, Aləm bəy, siz bizim verilişimizlə bağlı öz təəssüratlarınızı bölüşəsiz. Bilən, yəni bilir bu dərəcədə İlhan xanım. Birinci növbədə sizə dərin təşəkkür edirəm. Mən sizi ailənizə böyük hörmət edirəm. Çox sağ olun. Allah sizin atanıza rəhmət eləsin. Öyle Dahi bir güzel. insan idi. Mən sizi üzrdən daxildən tanıdığım üçün çox yerlərdən təklif ola bilər. Amma sizin yəqin ki, bu respublikada o qədər yəni xanımlığınız, dəyəriniz var ki, mənim üçün. Mən bu gün sizin qarşınızda danışıb, yəni oturub danışmışam. Mən bunu Çox özümə sağ olun, şərəf bilirəm. minnətdaram. Mən sizə böyük hörmətim var sizin verilişinizə, kollektivimizə. Allah bundan da bol artıq eləsin. Amin. İnşallah səsiniz yüksəklərdən gəlsin Çox ki, sağ olun, mən də deyim ki, minnətdaram. bir zaman mən də bu verilişdə iştirak eləmişdim. Və Düşərli çox- olsun Və ayağınız. çox sevinirəm ki, hansısa bir gənc mənim bir sözümdən bəhrələndi. Allah Bəli. onlardan razı olsun. Hamı haqqını hamıya halal eləsin. Mən də kimə nə əziyyətim var, haqqını halal edirəm. Və sonda icazə versiniz sizə bir yaraşan bir hədiyyəm var. Nə gözəl. Siz həqiqətən də güldən də gözəlsiniz, güldən də gözəl xanımlığınız var. O gülü sizə icazə verin, təqdim edeyim. Çox sağ olun Aləm bəy, minnətdaram, təşəkkür edirəm. Bu zaman bu gül qədər Çox sağ olun. ömrünüz sayınız olsun, gözəlliyiniz. Çox təşəkkür edirəm, minnətdaram. olun. Doğrudan çox xoş oldu. Təşəkkür eləyirəm. Allah sizə razı olsun. Məncə çox sevindim. Var olun. Çox Təşəkkür edirəm. gözəldir, Bütün kollektivimizə təşəkkürlər. haqqını halal eləsin. Əziyyətlərini halal eləsin. Təşəkkür edirəm bir daha. Bax belə verilişimiz sona çatdı. Xatırladım ki, verilişimizin baş sponsoru Cibaru platformasıdır və növbəti dəstəkçimiz Dəbli Bakuya dərin təşəkkürümü bildirirəm. Gələn görüşlərə qədər. Biznes dünyasında hər şey sürətlə dəyişir. Amma bir problem hələ də aktualdır. Doğru biznes tərəfdaşı tapmaq, etibarlı təchizatçı seçmək və bunun üçün vaxt itirmək. Yerli bazar bir nöqtəyə qədər aparır. Amma beynəlxalq bazar düzgün əlaqə olmadan çətinləşir. Məhz bu nöqtədə Cibaru köməyinizə çatır. Cibaru şirkətləri yerli və beynəlxalq bazarlarda birbaşa bir araya gətirən B2B platformasıdır. Burada təsdiqlənmiş profillər etibarlı tərəfdaşlıq deməkdir. Cibaru platforması vasitəsilə şirkətlər satın alma elanları paylaşır, məhsul və xidmətlərini tanıdır, hərraçlar təşkil edir, qlobal tərəfdaşlıqlar qurur və vakansiyalar yerləşdirirlər. Vasitəçisiz B2B əlaqələrlə vaxta və xərclərə qənaət edirsiniz. Cibaru biznesinizi qlobal bazara daşıyan platformadır. İndi cibaru.com-a qoşulun və biznesinizi qlobal bazara çıxarın. Digital Gateway to Global Supply. Qlobal təchizata rəqəmsal keçid.